Yağ filtrinin heç bir fərqi yoxdur. Əslində isə bu belə deyil. Əgər keyfiyyətli yağ istifadə edirsənsə, keyfiyyətli filtrdə istifadə etməlisən. Bəzi sürücülər fikirləşir ki, bütün yağ filtrləri eyni şeydir. Yaxşı yağ filtri istifadə etməyəndə istifadə etdiyin yağ da daha tez keyfiyyətini itirəcək. Yaxşı yağ filtri 10-20 mikron arası, yəni daha kiçik, keyfiyyətsiz yağ filtri isə 40-60 mikron arası, yəni daha böyük hissəcikləri özündə saxlayır. Səhər mühərriki işə salanda ucuz yağ filtrinin antidrenaj klapanı yağı saxlamadığından mühərrik bir neçə saniyə səsiz işləyə bilər. Bu vəziyyətdə mühərrik bir neçə saniyə yağsız işləyir. Bu da mühərrikin daxili hissələrinin aşınmasına gətirib çıxarır. Buna maşınlı qalabəni, yəni yağ aclığı deyilir. Digər məsələ isə bypass klapanıdır. Filtrçikdən tutulanda bu ehtiyat klapanı açılır, yağ dövrəsi oradan baş verir. Ucuz filtrdə isə bu klapan ya çox bərk olur, bəzən yağ təzyiqi onu aça bilmir və yaxud da daimi açıq qalır. Həmçinin aşağı keyfiyyətli yağ filtrinin salnikindən də yağ buraxma ehtimalı daha çox olur. Bir də gördüm, hop, motor getdi sutka. Lazımdır sənə belə şeylər. Bu problemdən uzaq olmaq üçün keyfiyyətli yağ filtri istifadə etmək lazımdır. Növbəti videolarda görüşərik.